Salam, hörmətli tamaşaçılar. Eydüz TV-nin vətəndaş mövqeyi efirdədir. Qlobal proseslər fonunda Azərbaycanın xarici siyasətinə, hətta daxili siyasətinə diqqət göstərdikdə insan qürur hissi keçirir. Xarici səfərlər kontekstində Azərbaycan diplomatiyasından danışmaq üçün studiyamızın qonağı filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Jalə xanım Əliyevadır. Salam Jalə xanım, xoş gəlmisiniz. Salam, xoş gördük. Jalə xanım, Azərbaycan prezidentinin son dövrlərdəki xarici səfərləri diqqət mərkəzindədir. Nəinki bizim Azərbaycanın, dünyanın diqqət mərkəzindədir. Sizcə bu səfərlər Azərbaycanın beynəlxalq aləmdəki imicinə necə təsir edir? Təşəkkür edirəm əvvəla dəvətə görə. Azərbaycan Respublikasının prezidentinin xarici səfərlərindən danışırıqsa, bu əlbəttə ki bir ilk deyil. Azərbaycan insanı və Azərbaycandakı siyasi gedişləri yaxından izləyən, Azərbaycanın yanında olan dünya dövlətləri, ölkələri və insanı da Azərbaycan prezidentinin davamlı həyata keçirdiyi xarici səfərlər və uğurlu xarici səfərlərdən kifayət qədər xəbərdardır, məlumatlıdır. Konkret olaraq əgər son dövrlərin beynəlxalq əlaqələr müstəvisində cənab prezidentin səfərləri, həyata keçirdiyi görüşlər haqqında danışsaq, elə son bir ayın ərzində 4 belə əhəmiyyətli tədbir keçirilib. Bunlar çox müxtəlif arealları, çox müxtəlif coğrafiyaları özündə birləşdirir. Okeanın ta o tayında Birləşmiş Millətlər Təşkilatının New Yorkda keçirilən 80-ci Assambleyasından tutmuş, ta ölkəmizə qədər Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatlarının, dövlət başçılarının növbəti zirvə görüşündən belə Qazaxstanda, Düşənbədə keçirilən görüşlər, Tacikistanda, Qazaxstanda keçirilən görüşlər, İtaliya prezidentinin Azərbaycana səfəri, bu da təbii ki, beynəlxalq müstəvidə əhəmiyyətli deyək ki, görüşlərdən biridir. Hər biri əlbəttə ki, Azərbaycanın sadəcə daxili siyasətini deyil, xarici siyasətinin də çox uğurlu bir tendensiya ilə inkişaf etdiyini, çox uğurlu ənənələr üzərində qurulduğunu bir daha sübut edir və hər bir bu səfər, hər bir görüş sadəcə bir protokol xarakteri daşımır. Sadəcə bir ölkənin rəhbərinin, Azərbaycan Respublikası prezidentinin belə deyək ki, təqvim görüşləri kimi qəbul edilmir, edilməməlidir. Bu görüşlərin, bu səfərlərin hər birinin arxasında hər gündən günə Azərbaycanın güclənən nüfuzu, ona Azərbaycana dövlət olaraq, ölkə olaraq artan ehtiram və Azərbaycan prezidentinin artıq bütün dünyada qəbul edilən siyasi iradəsi, dəmir iradəsi dayanır. Və əlbəttə ki, xalq olaraq, millət olaraq biz bu gəlişmələrdən, bu tendensiyalardan böyük bir sevinç hissi yaşayırıq, böyük bir qürur duyuruq ki, biz Azərbaycanlıyıq və Azərbaycanımızın xarici siyasəti bugün həqiqətən də sadəcə bölgədə deyil, dünyada çox böyük bir uğur qazanır və əhəmiyyətli bir yerdə gəlir. Və vurğuladınız, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın siz güclü lidersiz. Bu fikri, bu sözü mən düşünürəm ki, yəni dünyanın diqqətindədir. Və təbii ki, bu da əsaslanır qalib bir ölkə, qalib vətəndaş, qalib prezident və qələbə çalmış bir, zəfər çalmış bir ölkənin prezidenti mənə elə gəlir, bütün sahələrdə elə zəfər çaldığını hiss elətdirir. Tamamilə haqlısınız. Biraz da əvvələ getsək, ta şərqdən, belə deyək ki, məşriqdən, məğribə, şərqdən, qərbə, şimaldan cənuba böyük bir coğrafiyada cənab prezidentin səfərləri oldu bu son dövrlərdə və hər bir ölkə prezidenti ilə də görüş və xüsusilə də söylədiyiniz kimi Amerika Birləşmiş Ştatları kimi fövqəladə bir dövlətin rəhbərinin Donald Trump'ın dilindən çıxan kəlmələr, eyni zamanda Çin bugün bütün dünyaya deyək ki, sənaye, iqtisadiyyat ölkəsi kimi belə deyək ki, çox böyük bir yerdə gəlir və bütün dünyada əhəmiyyətli bir nüfuz sahibidir. Həmin ölkədə cənab prezidentin böyük bir ehtiramla qarşılanması, bir daha sizin
kəlmələrinizə dönürəm. Amerika Birləşmiş Ştatları prezidentinin birbaşa dilindən cənab prezident haqqında, ölkəmiz haqqında dilə gətirilən xoş ifadələr, müsbət fikirlər əlbəttə ki, bunu deməyə əsas verir ki, həqiqətən də Azərbaycan çox düzgün bir yoldadır. Azərbaycan düzgün bir siyasət həyata keçirdir. Azərbaycan öz demokratiya prinsipləri ilə, öz tolerantlığı ilə insanına, həm öz insanına, həm də dünya insanına verdiyi dəyərlə, Azərbaycan sülhpərvər missiyası ilə, Azərbaycan sadəcə öz ölkəsi, sadəcə bölgəsi üçün deyil, dünya üçün arzu etdiyi sülh və əminamanlıq missiyasına görə əlbəttə ki, bu ifadələrə layiq görülüb və layiq olduğu şəkildə də qarşılanıb. Və sizin söylədiyiniz kimi dünyanın bir çox dövlətləri Azərbaycanın müharibə strategiyasını, döyüş strategiyasını öyrənir. Çünki tarixdə 44 günə 30 illik bir işğalı mümkün deyil ki, qələbə çalasan. Və bu mümkünsüzlüyü mümkün edən cənab prezidentimizin dəmir yumruğu oldu. Azərbaycanın güclü ordusu oldu və minlərlə şəhidlərimizin ruhları şad olsun, şəhidlərimiz oldu. Və bir neçə sayılı günlər qalıb artıq Zəfər bayramımıza və həmin Xankəndində, Şuşada, artıq ümumiyyətlə Xankəndi beynəlxalq əhəmiyyətli tədbirlərin ev sahibliyi edən bir şəhərə, bəli, Şuşa mədəniyyət paytaxtına çevrilibdir. Zəfər bayramımızdan danışmaq istəyərəm və istəyərəm həm 8 noyabr Zəfər günündən danışasınız, həm Qarabağda son 5 ildə nə qədər quruculuq işləri getdi. Allah əvvəla bütün şəhidlərimizə rəhmət etsin. Hər biri bizim əlbəttə ki, qardaşlarımız idi, atalarımız idi, oğullarımız idi. Çox əhəmiyyətli bir məqama toxundunuz, bir nüansa. Azərbaycanın hərb strategiyasından və elə həmin müharibənin gedişatında da hətta bizim illərdən bəri həqiqətimizi, ədalətimizi görmək istəməyən, görməzlikdən gələn hətta ölkələrin hərbi mütəxəssisləri, hərbi jurnalistlərinin dilindən belə bu etiraf səsləndi ki, Azərbaycan, xüsusi qeyd edirəm, həmin günə qədər heç bir dünya müharibəsində və dünyanın həyata keçirdiyi müharibələrdə, hərb tarixində belə deyək, mövcud olmayan, istifadə eləməyən hərb strategiyası və texnologiyasından, texnikasından istifadə edib və durmadan irəliyə gedib. Həqiqətən də 44 günün ərzində 32 illik bir acını, bir yaranı bağlaya bilmək, hər axşam demək olar ki, televiziya qarşısında pərçimlənirik televiziyanın ekranlarına və hər axşam ölkə rəhbərinin, ali baş komandanın dilindən 30 il tapdaq altında qalan bir şəhərimizin, bir kəndimizin, bir qəsəbəmizin sən artıq azadsan nidaları ilə dünyaya xitab etməsi cənab prezidentin əlbəttə ki, bu həqiqətən də bəlkə sözün əsl mənasında mümkünsüzün mümkün olması idi. Biz bəlkə də o günlərə qədər artıq ümidsizliyə qapılmışdıq, artıq olmayacaq deyirdik. Çünki buna da səbəbimiz var idi. Biraz əvvəl söylədim, həqiqətlərimizi görmək istəmirdilər. Dünyanın iki yüzlü standartları ilə hərəkət edən ölkələri, beynəlxalq təşkilatları, belə deyək, bu müharibənin münaqişənin uzanması üçün öz iqtisadi, siyasi dividendlərini qazanmaq üçün əlbəttə ki, bu münaqişədən istifadə edirdilər. Bunu da əlbəttə ki, diqqətli dinləyicimiz, tamaşaçımızın hər biri bilir. Ona görə onun üzərində çox dayanmaq istəmirəm. Amma əlbəttə ki, Azərbaycan son sözünü dedi və cənab prezident həmin günə qədər bütün çıxışlarında, bütün bəyanatlarında dəfələrlə biz müharibənin danışıqlar yolu ilə başa çatmasını istəyirik, münaqişənin daha doğrusu. Amma ən son çarə müharibə olarsa biz bu yolla da, hərb yolu da torpaqlarımızı azad edəcəyik dedi və oldu. 44 günün ərzində biz böyük bir zəfər çaldıq. Biz bir daha deyirəm ki, mümkün olmayanı mümkün etdik. Tarixdə görsənməyən bir addım idi əslində. Əlbəttə. Və biz 44 gündən sonra elə Şuşa sən azadsan dediyimiz gündən etibarən Fəxri Xiyabanda cənab prezidentin dilindən səslənən kəlmədən cəmi 6 gün sonra biz Şuşaya zəfər yolunu çəkməyə başladıq. Biz 30 il xarabalığa çevrilmiş ölkəmiz, vətənimizin bir dilbər güşələrini yenidən canlandırdıq. İnfrastrukturunu qurduk.
qurdurduq. Yol, işığı, qazı, suyu çəkildi, məktəblər tikildi, xəstəxanalar tikildi. Əlbəttə ki, bütün bunlar üçün ilk növbədə qanını, canını bu yolda fəda edən şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq, qəhrəman oğullarımıza borcluyuq və eyni zamanda onlara düzgün təlimat verən, düzgün yönləndirən, müharibənin tək, belə deyim ki, yazarı, müəllifi, qəhrəmanı olan cənab prezidentimizə borcluyuq və quruculuq işlərinə gələk. Bəli, həyat davam edir və bu 5 il ərzində bəlkə o döşünə döyən, iqtisadi inkişafla qürurlanan bir çox dünya ölkəsinin bəlkə 50 ildə keçmədiyi yolu biz 5 ildə keçdik. Böyük bir yola çıxdıq xalqımızla birlikdə, prezidentimizlə birlikdə və bugün Qarabağımız əvvəlkindən daha da gözəl bir libasını alır. Bugün Qarabağımız durmadan inkişaf edir. Xarı bülbül Qarabağımıza dönüb, insanımız Qarabağımıza dönüb, böyük qayıdış həyata keçirilir. Bundan böyük xoşbəxtlik ola bilərmi? Biz hər birimiz vətənin bir parçasıyıq, vətənin evladlarıyıq və vətənimizin xoşbəxtliyi, vətənimizin bütövlüyü, vətənimizin sabitliyi, sülh içərisində yaşaması əlbəttə ki, hər birimizin arzusudur və nə yaxşı ki, biz Azərbaycanlıyıq, nə yaxşı ki, bu ölkənin vətəndaşlarıyıq. Qarşıdan 8 noyabr gəlir, qarşıdan əhəmiyyətli günlərimiz gəlir. Bu günlər münasibəti ilə başda cənab prezident İlham Əliyev olmaqla, Müzəffər Ali Başqanımız, xilaskar prezidentimiz olmaqla bütün xalqımızı, ölkəmizi təbrik etmək istəyirik. Tanrı xalqımızı, Tanrı ordumuzu, ölkəmizi, prezidentimizi qorusun deyirik. Allah şəhidlərimizə qəni-qəni rəhmət etsin. Ruhları şad olsun deyirik. Təşəkkür edirəm Şadı xanım. Eyni zamanda siz şair evladısınız. Ömrünü gününü bu vətənə, bu torpağa həsr eləmiş, sözlərinin imzası ilə tanınan Nurəngiz Günün yadigarısınız. Təşəkkür edirəm. İncə bir məqama toxundunuz mənim üçün. Bəli, mən şair evladıyam. Mən ədəbiyyatın, şeiriyyətin içində doğulub böyümüşəm və 30 il ərzində torpaqlarımız işğal edildikcə, torpaqlarımızda şəhidlər verdikcə, Xocalı faciəsini yaşadığımız günlərdə evimizdə yaşanan faciələri mən görmüşəm və o faciələr anama Azərbaycan ədəbiyyatında ilk əsər olan 92-ci ildə Xocalı simfoniyası poemasını yazdırıb. Niyə Xocalı simfoniyası? Bu ölülərin harayı simfoniyası idi. Bu şəhidlərin harayına həsr olunmuş bir poema idi və bunu anam simfoniya şəklində təqdim etmişdi. Və əlbəttə ki, çox təəssüflər olsun ki, o həmin günləri görmədi. Böyük bir arzu ilə yaşadı, böyük bir istəklə yaşadı. Torpaqlarımızın bütünləşəcəyi arzusu ilə yaşadı və əmin idi ki, bu olacaq. Və mən həmin günləri yaşayarkən, o biraz əvvəl dedim ya, televiziya ekranı qarşısında hər axşam oturub prezidentimizin dilindən çıxacaq olan yeni qələbə xəbərini gözləyirdik, müharibənin gedişatı xəbərini gözləyirdik. Və mən əlbəttə ki, bir vətəndaş olaraq, bir Azərbaycanlı qızı olaraq sevindiyim kimi, riqqətə gəldiyim kimi eyni zamanda anamın da əvəzinə sevinirdim və mən bilirdim ki, onun kimi vətən həsrəti ilə çırpınan və o günü görməyən bir çox insanımız kimi onun da ruhu şaddır və bu dillə ifadə edilməsi mümkün olmayan hisslər idi həmin günlər ərzində yaşadıklarımız. Mən özüm isə bir vətəndaş olaraq, bir nə bilim siyasət adamı olaraq bacardığım ondan ibarət olurdu ki, hər qələbəmizdən sonra televiziya kanalları dəvət edəndə onu da xatırlayıram. Gecə səhərə qədər elə olurdu ki, mən televiziya kanallarında o ehtişamı, o möhtəşəmlik, o izdihamı yaşayırdıq. Küçədə insanımız küçələrdə idi, deyək ki, bayraqlarla, al bayraqlarla, Azərbaycan üç rəngli bayrağı ilə maşınların siqnalı səsləri gəlirdi. Studiyanın içərisində isə biz xalqımızla, vətənimizlə, vətəndaşımızla birlikdə olaraq bu qələbəni, hər axşamki qələbəni qeyd edirdik. Əlbəttə, mənim xatirimdə həmin günlər çox möhtəşəm günlər kimi qalıb və əbədi olaraq da əlbəttə ki, bir qürur qaynağı olacaqdır mənim üçün. 8 noyabr Azərbaycan tarixini qızıl hərflərlə yazdı. Təbii ki, güclü ordumuz, cənab prezidentimiz
və şəhidlərimizin birliyi, xalqın bütövlüyü, hər birimiz birləşmişdik, bütövləşmişdik. Mən düşünürəm ki, bəlkə də Nurəngiz gün yaşasaydı, o günə bir qələbə marşı yazardı. Mütləq Bir qələbə yazacaq. əsəri, bir qələbə şeiri yazardı, poeması yazardı. Mən buna inanıram. Çünki o cürə duyğulu, o cürə vətən sevən bir xanım laqeyd qala bilməzdi. Və o qələbə marşını, o qələbə şeirini də bizim cənab prezidentimiz, xalqımız, şəhidlərimiz yazdı. Mən sizə təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Hər zaman qələbələr bizim olsun deyirik. Təşəkkür edirik. Hörmətli tamaşaçılar, EDNews TV-nin vətəndaş mövqeyinin qonağı filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Jalə xanım Əliyeva idi.